ibadət, əsas bu şeylərdir. Yəni, iman gətirmək, elm öyrənmək və sonra da xeyir əməllər görmək və ona çağırmaq və səbir etmək. Lakin xeyir əməl necədir? Nə olur, qardaşlar? Fikir versəniz, Quran-ı Kərimdə bir çox yerdə Allah subhanahu wa ta'ala namazla zəkatı bir yerdə qeyd edir. Vaqimus salat və atuz zəkat, namazı qılın və zəkat verin. Abdurrahman bin Sa'di rahimehullah buyurur ki, bütün xeyir əməllər əslində iki şeyə bölünür. O xeyir əməllər ki, insan onunla öz Rəbbi ilə olan əlaqəni düzəldir, məsələn, namazdır və həmçinin zikirlərdir və s. Və o bir qism, yəni insanlarla başqa insanın arasında olan əlaqələri düzəldirsən. Fikir versən, nəzər salsan, görərsən ki, xeyir əməllər bu şeydən qıraat çıxmır. Ona görə Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bir çox yerdə zəkatla namazı bir yerdə qeyd edir. Çünki namaz ən böyük əməldir. Sənin Allah subhanahu wa ta'ala arasında olan xeyir əməllərdən. Və zəkat da insana kömək eləmək, zəkat həmişə sədəqə doğru aiddir. O da ən böyük əməllərdəndir, hansı ki, sən insanlara kömək eləyə bilərsən.